Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Əziz Allahımız insana nemət bəxş etdiyi zaman insanın tutumuna baxır. Başqa ifadə ilə desək, insanın zərfiyyətinə baxır. İnsan hansı tutumda olarsa, hansı zərfiyyətdə olarsa, insana həmin miqdarda nemət vermək istəyər. Hədislərə baxdığımız zaman əziz Allahımız Qudüs hədislərin birində belə buyurur ki, ey mənim bəndəm, mən bütün varlıq aləmini sənin üçün yaratmışam. Maddi və mənəvi olaraq bütün nə nemət varsa mən hamısı sənin üçün yaratmışam. Və səni də mən özüm üçün yaratmışam. Mənə bəndə olub, mənəvi məqamların ən ali zirvəsini fəth etmək üçün yaratmışam. Həqiqətən bu çox bir hissdir ki, insan bilə mənim müqəddəratımda, təqdiratımda çox böyük nemətlər var. İnsanın ağlına gələ bilən və gələ bilməyən, ağlının dərk etdiyi və dərk etmədiyi böyük nemətlər var maddi və mənəvi olaraq. Amma mənim tutumum və mənim zərfiyyətim olmadığı üçün Allah həmin nemətləri mənə bəxş eləmir. Çünki əgər həmin nemətləri əziz Allahımız bizə versə, bizim zərfiyyətimiz olmadığı üçün həmin nemətlərdən ruhumuzun və qəlbimizin ucalıb Allah dərgahına çatmağının əksinə olaraq tənəzzülə doğru istifadə edəcək və məhv olacaq, Allahdan uzaq düşəcək. Əziz Allahımız bu baxımdan bizi sevdiyi üçün bu nemətləri bizə vermir. Amma bir halda ki, əziz Allahımız buyurur ki, mən bütün nemətləri sənin üçün yaratmışam. Sən öz üzərində işləməlisən, nəfsini, qəlbivi artırmalısan, tutumunu böyütməlisən ki, mən Allah olaraq o nemətlər ki, sənin üçün yaratmışam, onları sənə bəxş eləyə bilim. Əziz Allahımız Quran-ı Kərimdə buyurur, Lə yukallifullahu nəfsən illə vus'aha. Allah heç bir nəfsə, heç bir cana, heç bir qəlbə gücündən artıq bir şey verməz. Bu ayə yalnız bizim bəlalara, imtihanlara və şər'i vəzifələrimizin üzərimizə qoyulduğu zaman aid deyil. Yəni biz əsasən bu ayəni bunun üçün istifadə edirik ki, əziz Allahımız çətinlik bizim üçün baş verdiyi zaman, bir bəla başımıza gəldiyi zaman deyirik ki, mənim bunu öhdəmdən çatar, gücüm çatar, mən bu bəlaya qalib gələ bilərəm. Çünki Allah mənə gücümdən artıq bir şey verməz. Bu ayə mütləq mənəlidir. Allah Teala burada hər hansı bir qeyd qoymayıb ki, mən bu ayəni yalnız imtihan və bəlalar üçün göndərmişəm. Ayə konkretdir və ümumi məna daşıyır. İnnallaha la yukallifullahu nəfsən illə vus'aha. Allah heç bir nəfsə gücündən artıq yükləməz. İstər bu nemət olsun, istər bəla olsun, istər sevinc olsun, istər qəm-kədər olsun, fərq eləməz. Bizim tutumumuz olmalı ki, o nemətlər bizə gələ bilsin. Bu baxımdan biz öz tutumumuzu artırmalıyıq. Və insanın tutum dedikdə məqsədimiz insanın qəlbinin tutumudur təbii ki burada. Qab olaraq deyil, qəlbin tutumu, hər bir qəlb əgər genişlənərsə, əziz Allahımız hədislərin birində buyurur ki, mən heç bir yerə yerləşə bilmədim, bu nurumla, əzəmətimlə mən yalnız müminin qəlbinə yerləşə bilərəm. Yəni, müminin qəlbi bu qədər genişdir. Allah müminin qəlbinə bu qədər bərəkət verib, tutum verib ki, varlıq aləmi ilə yanaşı əziz Allahımız orada qəbul eləyə bilsin, yerləşdirə bilsin onun nurunu, onun imanını. Bu baxımdan biz qəlbimizi təmizləməliyik. Qəlbinin təmizlənməsinin yolu da, genişlənməsinin və tutumunun böyüməsinin yolu da birbaşa bizim fiziologiyamızla bağlıdır, bizim cismimizlə bağlıdır. Əgər bizim cismimizlə bağlı olmasaydı, əziz Allahımız Ramazan ayında orucu bizlərə vacib eləməzdi. Allah mənə əmr eləyir ki, Ramazan ayında oruç tut, sübh namazından şam namazına qədər olan müəyyən müddəti özünü saxla ginən, maddi olan nemətlərə halal olsa belə yox deginən. Yox demək sənin ruhunun və qəlbinin tutumunu artıracaq. Ki, Qədir gecəsində ki, əziz Allahımız Qədir surasında buyurur, xayrun min əlfi şəhr, 1000 aydan üstündür. Bu da təqribən 83 ildən çox bir müddət eləyir. Yəni, əgər biz Rəcəb, Şaban və sonda mübarək Ramazan ayında öz qəlbimizin tutumunu genişləndirə bilsək, böyüdə bilsək, biz bir gecənin içərisində 83 illik bir yolu qət eləyə bilərik. 83 illik bir neməti öz qəlbimizə yerləşdirə bilərik ki, Ramazan ayından sonra da gələn Ramazana qədər biz seyr-sülük yolunda, Allaha gedən yolda özümüzü artıraq və Allaha yetişdirək. Çünki əziz Allahımız bizi yaratdığı zaman ilk ayəsi bu oldu. Mən insanı yer üzərində xəlifə olaraq yaradıram. Yəni, hər bir insanda Allahlıq etmə qabiliyyəti var, potensialı var. Yəni, Allahın nuru ki, o qəlbə yerləşdi, Allahın zərrəsindən ki, deməzdim, nurundan bir parça o qəlbə yerləşdi, bu zaman insan yer üzərində Allahlıq eləyə bilər. Yəni, Allahın xəlifəsi ola bilər. Allah ol dediyi zaman olursa, mən də ol dediyim zaman olar. Buna görə Allah Teala bizi sevdiyi üçün Ramazan ayı bizlərə vacib elədi ki, çünki bildi biz insan biraz zəif insanıq, biraz tənbəlliyimiz var. Əgər bizi öz öhdəmizə bıraxsa, bu zaman biz
üzərimizdə işləməyəcəyik könüllü olaraq. Ona görə Allah Teala bəzi ibadətləri vacib eləyib. O cümlədən Barək Ramazan ayının orucunu da bizlərə vacib eləyib ki, öz qəlbimizin tutumunu genişləndirək ki, o qəlbə Allahın nurunu yerləşdirə bilərik inşallah. Allahın Teala İzzət-i Cəlalına bizləri öz qəlbini genişləndirib Allahın nurunu qəlbdə yerləşdirən bəndələrindən qərar versin inşallah. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.